Hamdəlillah və salatu və selamu alə Rasulillah və sahbihi ecmaîn əmmə ba'd. Deməli qardaşlar biz 108-ci beytin şərhində qaldıq. Orada yarımçığımız var. İnşallah onu tamamlayaq. Sonra növbəti beytlərə keçək. Deməli beytə baxaq bir dəqiqə. وَالْاِضْطِرَارِ كَبَنَاتِ الْاَوْبَرِ كَذَا وَتِبْتَ النَّفْسَ يَا قَيْسُ السَّرِي ki, burada yəni əlifləmin zərurətdən dolayı, hansı ki ehtiyac yoxdur ora, qoşulması, zərurətdən dolayı qoşulması məsələsinə baxırıq. Gəlin, inşallah bunun şərhinə baxaq. Və gətirir ki, وَمِنْهُ الدَّاخِلَةُ اِضْضِرَارًا عَلَى التَّمْيِيزِ və minhu yəni əlifləmin qoşulmasından biri də zəruri olaraq təmyizə qoşulur. Yəni bildiyimiz kimi bir rəyə görə təmyiz nə olmalıdır? Nəkirə olmalıdır. Nəkirə olmalıdırsa, burada indi gətirir ki, rəaytuka ləmmə ən arafta vucuhənə sadətdə və tibtən nəfsə ya qeysu ən əmri. Və burada nəfs əslində nəfsən olmalıydı, təmyizdir. Yəni tabiyyatı buya görə. Sadəcə təmyizə əlifləm qoşulur, iddirara görə, şeirə görə. Bundan əvvəlki əvbəridə götürdüyümüz kimi. Və şeirin mənası odur ki, rəaytuka ləmmə ən arafta vucuhənə, sən deyir, gördün ki, gördün, nə vaxt, yox, mən gördüm, rəaytuka, mən gördüm ki, sən bizi tanıdıqda, bizi vucuhənə sifətimizi, yəni bizi tanıdıqda ki, biz güclüyük, yəni ordumuz çoxdur, sadətdə, yəni məsələdən vaz keçdin. Çünki bu əslində dostunun qisasını almağa gəlirdi və gördü ki, çoxdular. Və tibtən nəfsə ya qeys. Ey qeys, yəni özünü təmizə çıxartdın, yəni orada diyyət zad istəyib, qan pulu, ya o pulun çoxluğunu görəndən sonra özünü nəfsə çıxartdı. Ən əmr, yəni dostun amr barəsində. Yəni özün, nədir, kefin kök oldu. Vəl asl və tibtə nəfsən olmalıdır, asıl. Fəzədə əlf və ləm və hədə, əlifləm qoşulub və hədə, yəni əlif zəydə olmasını burada ondan bildik ki, yəni hədə, nədən bildik? Binəyən əsaslanaraq, alə ənə təmyiz, əsaslanaraq ki, dəlil olaraq ki, həqiqətən təmyiz lə yəkunu illə nəkiratan. Və huvə məzhəb əl-basriyin, yəni dediyimiz kimi bu ixtilaflı məsələdir. Və zəhəb əl-kufiyyun ilə cavaz kavnihi mərifə. Ki, yəni onlardır ki, kavnihi, yəni təmyizin mərifə olmasını caiz görüblər. Fə əlif və ləm indəhəm qeyri zəyidə. Onlarda isə əlifləm qeyri zəyidə deyil, qeyri zəydədir, yəni zəydə deyil, yəni mərifə rolundadır. Və ilə həzin əl-beytən əl-ləzeyni ənşədnəhumə əşarəl musannif bi qovlihi kəbənətil əvbər və qovlihi tübdə və nəfs ya qeys əs-səri. Bu iki beytlə musannif işarə eləmişdi nəyə? Hansı ki biz onu dəlil kimi yəni gətirdik. İki beytlə yox, iki sözlə. Bu iki sözlə yəni bir də beytin yarısı ilə o tam beyti gətirməmişdə biz deyir əvvəldə tam zikr etdiyimiz o iki beytə işarə etmişdi. Yəni bu kəlmə ilə burada da çünki əs-səri elə bil ki beyti korlayır da, belə deyək. Yəni beytin orijinalı. Yəni bununla deyir, əvvəl gətirdiyimiz iki beytə işarə etmişdi.
Yaxşı, sonra növbəti 109-cu beyt. وبعض الأعلام عليه دخل للملح ما قد كان عنه نقلا كالفضل والحارث والنعمان فذكر ذا وحذفه سيان. Deyir, adlar, xüsusi adların bəziləri var ki, bəziləri, yəni aləmlərin bəziləri ona qoşulur. Nə qoşulur? Yəni əlifləm ona qoşulur. Niyə? Lil məlhi, bildirmək üçün, işarə üçün ki, əlləzi bu məlh deyirəm, üzr istəyirəm, yəni lilləmh. Lilləmhi burada ləmh mudafdır. Mə mudafun ileyhdir, yəni əlləzi. Ləmhilləzi qad kənə anhu nuqilə. İşarə edir ki, o nədən törənib? Yəni bu qoşulma həmin ismin nədən gəldiyinə, yəni haradan törəndiyinə işarə etmək üçündür. Necə ki, əl-fadıl, yəni demək istəyir ki, fadıl məsdərdən törənib və mən bu uşağa adı qoymuşam, xoş niyyətlə onu yozmaq üçün, təfəül üçün, yəni nikbinlik, özünə təsəlli vermək üçün ki, uşağın sonu fəzilətli olsun. Yəni məsdərə işarə edir. Vəl-haris və yaxud da ki, bu cür vasfdan, yəni sifətdən, yəni hərisdən, yəni bunun mənasına diqqət yetirin. Uşaq da öz adında əlifləmi biləndə ki, əl-həris, əlifləmlə qoyublar, hansı ki, bu bir vəsf sifətdir və ona işarə eləmək üçün. Və Nu'man, bu da ism-i cinsdir. Nu'man, yəni qanın adıdır. Qan da qırmızı olduğu üçün o uşaq və yaxud da ki, valideynləri belə özünə yəni daim yozur, təsəlli vermək ki, uşaq qırmızı kimi, qan kimi qırmızı, yəni bizdə deyirlər qırmızı yanaq, yəni sanki belə də həyata xoş keçir. Deyir, misal üçün filan dağ adamı, deyir, yanaqları qırmızı zadı, beləncə danışırlar, deyir, uşağa bax, maşallahdır belə. Bu cəhətdən, yəni Nu'man qoyular və əlifləm də orada onun mənasını bildirir. Fə zikru, zə burada yəni hədə. Zikru hədə, zikr burada mudafdır, hədə mudaf ileyhdir və hədfuhu, deyir, o əlifləmin zikr etməsi ilə və düşməsi siyyəni, yəni səvam, yəni eyni şeydir. Eyni şeydir. Bunu deyəcək ki, yəni bəs nə oldu? Bəs burada məna verirdi, amma burada İbn Məlik rəhməhullah düşürməsi eyni şey deyir. Buna inşallah toxunaraq. Burada bə'du mübtədadır. Aleyhi dəxalə isə xəbərdir. Burada qardaşlar dəxaləni müxtəlif cür irab edirlər. Deyirlər ki, sondakı əlifləm itlaq üçündür. Yəni ümumi belə qoyulub. Bəziləri deyirlər ki, ikilik olarsa, yəni əlifləmə qayıdır. Vəssalam, yəni itlaq olanda huvadır. Amma ikilik olanda yəni əlifləm qayıdır. Yəni huvada isə bə'duya qayıdır. Bə'duya qayıdır. Yəni belə bu cür. Və aleyhi də bə'duya qayıdır. Niyə aleyhi kişi cinsində gəldi? Əslində aleyhə ələmə qayıtmır. Çünki onun mudafına qayıdır. O cəhətdən. Və bu misalları gördük. Əl-Fadıl, Haris və Nu'man misalları. ذكر المصنف فيما تقدم أن الألف واللام تكون معرفة وتكون زائدة. Biz deyir, əvvəlki dərslərdə götürdük ki, əlifləm mərifəli bildirmək üçün olur və zəidə üçün olur. Və qəd təqəddəm əl-kələm aleyhimə və artıq deyir, hər ikisinin üçün biz götürdük ki, yəni bu məsələləri götürdük. ثم ذكر في هذين البيتين أنها تكون لللمح الصفة. Amma indi isə müəllif zikr elədi bu iki beyti ki, onlar vəsfə işarə üçün də, yəni onun canındakı mənaya, daşıdığı mənaya
da işarə üçün də əlifləm işlənə bilir. Vel murad biha ed-daxiletu ala ma summiye bihi min el-alam el-manqule mimma yasluhu duhulu el aleyhi. Bax, buradakı deyir qəsd ki var, hansı ki, nədir? O önünə əlifləmin qoşulması, o uyğun olan və başqa sözlərdən nəql olunmuş xüsusi isimlərin üzərinə gələn artikeldən danışılır. Yəni ona uyğun olsun. Kəqovlikə fi Həsən əl-Həsən. Sənin bu Həsən əl-Həsən kimi, çünki mənası nə deməkdir? Yaxşıdır da. Və əksər mə tədxulu alə el-mənqul min sifət. İndi bu mənaya görə bu qoşulan ki var, əlifləm deyir ki, sifəti bildirmək üçün. Deyir ki, əksər çox vaxt bu mənqullar ki var idi, yəni sifətdən aləmə keçib, o əlifləm ki qoşulur, o deyir sifətlərdən olur çox vaxt. Kəqovlə fi həris, həris kimi. Həris nədir? Əkinçi, nəsə yeri şumlayan və yaxud da ki, bəzən çalışqan mənasındadır. Çalışqan mənasındadır. Hər bir halda, yəni təsəlli kimi, xoş niyyət kimi qoyurlar ki, yəni öz adından qürrələnsin, öz adına uyğun hərəkət eləsin də həmin uşaq böyüyəndə. Və qəd tədxulu aləl mənqul min masdar. O mənqula ki, yəni o nədən ki törənən o ad ki var, aləm var ki, ona qoşulur əlifləm. O mənqul, əlifləmin qoşulduğu o mənqul, o aləm nədən olur? Məsdərdən ola bilir. Kəqovlə fi fadil. Fadil kimi əl-fadil və həmçinin də yəni bu cümlədə işlənəndə və yaxud da ki, şeirdə görəndə ki, fadil kimdir? Bunlar qarşı tərəf məsdər kimi başa düşməsin. Aləl mənqul min ismi cins. Yəni bu bəzən də deyir, bu məsdəri bitirdik. Əlifləm qoşulur o mənqula ki, nədəndir? İsmi cinsdəndir. İsmi cinsin qeyri məsdərin. Yəni məsdərdən olmayan nədir? İsmi cinsdən ola bilir. Kəqovlik fi Nu'man ən-Nu'man və huwa fil əsl min əsməy dəm. Yəni o qan adıdır. Fəyəcuzu duxulu əl fi həzihi thələsə nazaran iləl əsl və həsfə nazaran iləl həl. Yəni bu məsələni, əlifləmin qoşulması bu hər üçünə əslini nəzərə alaraq da qoşula bilər. Əsl nədir? Yəni mənasını düşünmək üçün. Və yaxud da ki, həsfuhə düşürdə bilərsən, onda nəyini? Mənasını yox, iləl həli. Yəni hal-hazırdakı vəziyyətini, yəni bir xüsusi ad kimi olmasını nəzərə alaraq. Yəni heç mənasını yox, sadəcə elə belə qoyub da bir fadildə ağlına gəlib qoyub. Bu cür. Yəni birbaşa adı nəzərə alaraq. Və şərə bi qovlihi ləmhi mə qad kənə anhu nuqilə sözü ilə şarə eləyib ki, ilə ənə fəidəti duxul əlif və ləm dəllu aləl iltifəti ilə mə nuqilət anhu min sıfəti əv mə fi mə'nəhə ki, həqiqətən deyir, əlifləmin deyir, qoşulması nədir? Dəlalət eləyir. Nəyə dəlalət eləyir? Yəni, sifətdən yaxud da digər şeydən nəql olmasına yönəlməyə. Ki, yəni ona nəyə dəlalət ki, yəni yönəldilsin, yəni biz yönələk, hara? İlə o şeyə ki, əlləzi nuqilət anhu min sifət. Yəni hansı ki o sifətdəndir, yoxsa digər dediyimiz o məsdərdir və yaxud ismi cinsdəndir. Və hasiluhu, xülasə odur ki, buradan çıxan nəticə ənnəkə izə əraddə bil mənqul min sifət və nəhvi ənəhu innəmə summiyə bihi təfəulən bi mə'nahu. Ki, hasil olan odur ki, həqiqətən sən əgər bu sifətdən və yaxud da ki, digər dediyimiz o iki dənədən mənqul etmək istəsən, yəni ad kimi qoymaq istəsən, belə ki, o sadəcə olaraq adlanır nə üçün? Təfəulən, yəni xeyrə yozmaq mənası ilə. Təfəulən bir məna, xeyrə yozmaq mənası ilə. Ətəytə bil əlif və ləm liddəlalət ələ zəlik.
Əlifləmi də bu o dediyimiz şeyə görə dəlil üçün nədir? Gətirmirsən, istifadə eləmirsən. Kəqavlihi əl-Haris nəzərən ilə ənəhu innəmə summiyə bihi lit-təfəul dediyimiz kimi, yəni nəzər, yəni qəsd olunur onun ki, təfəül üçün. Və huve ənəhu yəğişu və yəhrusu. Belə ki, o, yəni yaşayır, əkir, becərir, hər bir halda nədir? Çalışır. Və kəzə kullu mə dələ alə mənə və huve mimmə yusafu bihi fil cümlə. Və eləcə də deyir, ümumən sifət kimi işlənə bilən və bu mənaya dəlalət edən hər bir söz bu nədir? Qəbildəndir. Kə qovlihi, kə fadlin, fadl kimi və nəhvu. Və ləm tənzur, in ləm tənzur ilə hədə və nəzartə ilə kavnihi aləmə. Əgər deyirsən bunu nəzərə almasan, bu mənaya, bu dediklərimizi nəzərə almasan, baxmasan, onda sən nəyə üstünlük vermirsən? Sadəcə bir aləm kimi, xüsusi ad kimi olmasına üstünlük vermirsən. Ləm tudxil əlfə və ləm və əlifləmi ora qoşmamısan. Bəl təqulu demisən ki, fadlun və hərisum və nu'man. Bu cür qoymusan. Və duxul əlif və ləm əfədə mənə. Və belə ki deyir, əlifləmindir qoşulması məna ifadə edir. La yustafadu bidunihmə. Hə? Yəni necə məna edir? Yəni əlifləmindir qoşulması onlar olmadan, yəni əldə edilməyən mənanı nədir? Əldə edilməyən bir mənanı ifadə etdi. Fə leysətə bizəydətin. Yəni ona görə də nədir o? Zəidə sayılmır. Xilafən limə zəmə zəlik. Yəni qarşı olaraq, müxalif olaraq kimə? Bunu iddia edənlər, yəni zəidə kimi qəbul edənlər. Və kəzəlikə aydan leysə hasbuhumə və isbəthumə alə səva. Həmçinin də deyir onun düşməsi ilə işlənməsi eyni şey deyil deyir. Kəmə huvə zahir kələmin musannif. Necə ki deyir, musannifin sözündən elə görünürdü. Bəl əksinə əl-hasb və isbat yunəzzu aləl-haləteyni əlleteyni səbəqə zikruhumə. Əksinə deyir, bunun həsb olunması və isbat, yəni işlənməsi yunəzzəl alə haləteyn. İki bu dediyimiz, əvvəlcədən o dediyimiz mənaya əsaslanır. Yəni huva və o da nə idi? O da nə idi? İzə lumhə əl-əsl, əgər deyir, ciə bil əlif və ləm. Əgər əslinə, yəni sözün kökünə, mənasına işarə edirsənsə, onda əlifləmlə gəlməlidir. Və in ləm yulməh, yox, əgər əslinə izafə eləmirsən, nəzərdə tutmamısansa, ləm yu'tə bihimə. Onda nədir? O ikisini əlifləmi gətirmirsən. Baxaq, indi burada Şeyx İbn Hüseyin Rəhməllah bu məsələyə toxunur. İbn Hüseyin Rəhməllah isə deyir ki, bu siyyəni ki dedi, yəni əlifləm qoşulsa da qoşulmasına eynidir. Yəni İbn Məlik o cəhətdən deməyib ki, yəni əsli mənası nəzərdə tutulur, qoşulsan da, qoşulmasan da. Yəni deyir, qoşsan əsli mənasıdır, qoşulmasan nədir? Əsli mənası yox, bir aləm kimi fərqi var. Yaxşı, bura kim başa düşür? Bəs qoşsan da, qoşulmasan da eynidir, nə deməkdir? İbn Hüseyin Rəhməllah deyir ki, yəni demək istəyir ki, məna baxımdan heç. Məna baxımdan qoşduqda, yəni orada daşıdığı mənayı nəzərə alırsan, qoşmadıqda yox. Sadəcə eyni olması o cəhətdən də, əlifləm qoşsan da, qoşmasan da, məğrifəli cəhətdən eynidir. Yəni, aləmdir də, yəni sən fadlun da desən, aləm niyyətinə qoyubsan, yenə də mərifədir. Əl-fadl da qoysan, yenə də mərifədir. Yəni, bu cəhətdən deyir, qoşsan da, qoşmasan da eynidir. İbn Hüseyin Rəhməllah bunu bu cür gətirir. Və ziyadə deyəndən də, misal üçün, binə alə istəmələn nəhnu və lə ədri ərəb aydan yəqsiduna həzə fə innəmə yuradu bihə mə'əl-ləmh
əziyyədə fi təzim. Ziyadə də məsələn bəzən təzim mənasında yəni götürürlər. Vəl-xülasə bura əsas bu səhifəyə baxmağın məqsədi bu idi, xülasə idi. Vəl-xülasətu ənə əl-ləm əv əl yəni ixtilaf var idi demişdik ki, bəziləri əlif-ləmdəki ləmə işarə eləyir, bəzən də əlif, əl, yəni həmzə ilə ləmi. Ət-tərifə hansı ki, mərifəli bildirən tuzadu alə əvcihin thələtə. Yəni 3 cür nədir əlavə olunur. Əl-vəchul əvvəl ən tuzadə lazimətən biheysu təkunu min binyətil kəlimə kəlləti vəlləzinə vəl-ənə və ilaxır. Yəni əlifləm ayrılmaz əlifləm var. O qoşulan əlifləm ayrılmazdır və kəlmədə bir məbni kimi qalır. Necə ki, əlləti, əlləzinə kimi. Və səni ikinci isə tuzadu lit-darura. Kəmə mərra minə-şeir. Yəni şeirdə istifadə olunma cəhətdən, yəni şeirə görə zərurəli cəhətdən istifadə olunur əlifləm. Əl-vəch səlis bu gün indi götürdüyümüz isə üçüncü vəch ən tuzadə lil-ləmhil asl. Yəni əslinə əslini, yəni sözün mənasına işarə etmək üçün ki, uşağa bu adı qoymuşam sözdəki mənaya görə. Kəl-fadil vəl-hərs və nəumən kimi. Və həzihi əz-ziyadə in şi'tə fəzkurhə və in şi'tə fələ. Bu ziyadəni də istəsən de, istəsən demə. Və li yu'athiru hasbuhə əv zikruhə binisbəti li kavni mədxulihə mərifətən. Sən onu əlifləm qoysan da, qoymasan da mərifəli cəhətdən qoşulmasına heç bir fərqliliyi yoxdur, bir nədir, adiyyəti yoxdur. Yəni mərifəli cəhətdən. Yəni sən zaten aləm niyyəti ilə qoymusan. İstəyirsən əlifləm orada olsun, istəyirsən əlifləm orada olmasın. Amma əlifləmin qoşulması təbii ki, məna cəhətdən fərqi var. Ona görə İbn Əqil rəhməhullah orada dedi ki, zahirən sanki elə bilirsən ki, İbn Məlik burada fərq görmür. Yox, yəni fərq görür məna cəhətdən. Sadəcə İbn Məlik aləm cəhətdən fərq görmür. Yəni istəyirsən əlifləmi qoy, istəyirsən qoyma. Zaten bu uşağın atası buna aləm kimi qoyub. Yəni xüsusi ad kimi qoyub. Subhanəkallahumma bihamdik, əşhədu en la ilahe illə ente, estəğfiruka və etûbü ileyk.